Deməli Dorhan marka avtomatik qapı platasıdır bu. İldırım vurub yandırmışdı. Gördüyünüz hissələrdə bir neçə element sıradan çıxmışdı. Bu elementlər burada tapılmadığı üçün bunları xaricdən zaxaz etdik. AliExpress-dən gəlib çıxıb hazırda platamız hazırdır. Demək bastıq, işıq yanmağa başladı. Demək qoşdu bu xətti. Bir də bastıq dayandı. Və yenə bu bir sərfə qoşur. Deməli burada məsələ nədir? Nəyi nəzərə çatdırmaq istəyirəm? Bu elementin qoyulması nə üçün vacibdir? Bu qapılarda heç bir əlavə datçik yoxdur ki, qapının bağlandığını görsün. Qapının bağlandığını bu elementlər vasitəsilə, yəni axan cərəyanla hesabladığı üçün bu elementləri yerinə qoymaq vacibdir. Çünki əvəz olunmaz elementlərdir bunlar. Yəni qapının sıxılanda yük artdığı üçün çəkilən cərəyan artır. Çəkilən cərəyanı hesablayaraq bu element beyinə ötürür və bu idarə edici çip vasitəsilə avtomatik gedən axını kəsir ki, qapı gedib hardasa ilişib qalmasın. Və yaxud da bir insan gəldi tutaq ki, qapının arasına girdi və yaxud da maşın qaldı qapının arasında, avtomatik olaraq bu element hesablayır ki, nəyəsə dirəşibdir qapı, avtomatik olaraq beyinə siqnal ötürür və beyin qapını hərəkətini kəsir ki, arada sıxılıb qalmış element və yaxud da insan, maşın, hər nəysə bir cisim, nə cismə ziyan gəlməsin, nə də plataya ziyan gəlməsin deyə belə bir elementlər var burada. Çox qəşəng ağlı qurulmuş bir sistemdir. Birdən lazer işləmədi və yaxud da sensorlar, datçiklər heç biri işləməsə belə avtomatik olaraq plata qapıya nə qədər yük düşdüyünü hesablayaraq gərginliyi kəsir və qapının hərəkətini dayandırır.